Salam olsun hər kəsə, salamlayıram hər kəsi. Bu bizim təsərrüfatımız. Hər tərəf setka. İnşallah içəri girək, indi içərdən də çəkək. Bu qapısı. Bu bizim bir qəfəsimiz, 3 mərtəbəli. 3-cü mərtəbədə 3 dənə erkək dovşan. 2-ci mərtəbədə 2 dənə ana dovşan. Birində balalar var deyə setka, hələ qabağın klyonkası sökməmişəm. 1-ci mərtəbədə də yenə 2 dənə ana dovşan. Təmizlik işi gedir deyə bu da arabada altını təmizləyib arabaya tökürəm. Burada 2 yuva, 2 dənə Kaliforniya analar. Üzbə-üzdə də sağda, məndən sağda bir dənə Rex erkək, ortada Yapon dişi, solda da şinşila. Burada başqa təsərrüfatımızın heyvanları da var, quşlar, toyuqlar. İndi isə yaxından görsədək. Bu bizim şar kimi vurğun erkək, maşallah. Bu Kaliforniya erkeği. Bu şinşila erkek. Hamısında gördüğünüz kimi nipel sistemi. Dovşan ağzı buranda. Buradan su gelir. Burada 2-ci mərtəbədə bir Rex dişi. İnşallah yaxın günlərdə bala olacaq. Bunun qonşuluğunda bu həminki Rex. Bu da digər Rex ana dovşanımız uzanıb. Ətrafında 6 dənə maşallah balası. Bunlar da satışdadır. İnşallah kim istəyər, əlaqə nömrəmizlə əlaqə saxlayar. Nömrəni qoyacağım, inşallah əlaqə saxlayar. Birinci mərtəbədə 2 dənə durğun ana dovşanı. Bu da digər durğun ana dovşanı. Bu isə şinşila ana dovşanı. Bu isə Yapon ana dovşanı. İnşallah yaxın vaxtlarda bu dan olacaq. Telefonumuzu fokuslayaq. Bu da bizim Yapon erkeği. O biri qəfəsdədir, içəridə olan qəfəsdə. İnşallah onu da görsəsəm incə. Bu da Rex mərmər erkək. Burada isə Kaliforniya ana dovşanımız bala verib, maşallah olsun. İndi onu çəkmirəm, inşallah. Onu da biraz balalar böyüsün. Dünən yox, sıra gün balalardı. Bugün ayın 25-idir, 23-sündə olan balalardı. İnşallah. Bu da hamısında nipel sistemi. Otumuz. Hala otu verməmişəm, inşallah verəcəm. Bu opşu baktan gələn, burada kamera sistemimiz, birbaşa dovşanlara baxıram. İşdə olanda, ya evdə olanda fərqi yoxdur. Belə mühafizəsini deyim, nə edeyim, baxır. Bu kameramız, bu baktan gələn evə həm buradan gəlir, ayrılır. Dovşanlar üçün bir xət gedir. Belə, bir xət gəlir belə. Buradan gəlir bura. Buradan da şlankdan
gəlir dovşanın birinə. Bu biri dovşana, bu da buna. Buradan da inşallah ki keçir bura. Bu iki dovşana. Buradan da su sisteminin biri gəlir. Belə, buradan da su paylanır. Hamısında da nüpes sistemi, bir sözünə can rahatçılığı. Burada da yem qabları. Yem qabları da indi inşallah ki evdə olan vaxtlarda bundan istifadə eləmirsən. Bu sadəcə bu 10 gün, 15 gün, bu hardasa 20 günə yaxın bir dəfə yem tökürsən 20 günə yaxın gedir. Bu qədər. İnşallah ki növbəti videolarımız da gələr, davamı gələr inşallah. Hamının Allah ruzusunu yetirsin, hamının malına, mülkünə bərəkət.